Şad xəbər bu şəxslərin kartına ümumi 77 milyon 154 min manat köçürüldükən Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi AKya 2025-2026 cəkin ili üzrə subsidiya ödənişlərinin ilkin mərhələsinə start verib. Dairə Media bildirir ki, Baku bildisi bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə faizlıq əkinlər üzrə 217.617 fermerin kartlarına 77 milyon 154 min manat subsidiya köçürülüb. Ödəyişlər təxminən 391 min hektar əkin sahəsini əhatə edir. Fermerlər kartlarına köçürülmüş vəsaitin 25%-ni nağd, 75%-ni isə qeyri-nağd qaydada istifadə edə bilərlər. Qeyri-nağd vəsaitlər mineral gübrə, pestisid, biomuz, herbisid və toxumların alınmasına sərf oluna bilər. Fermerlər subsidiya vəsaitini meyvə bağlarında müasir suvarma sistemlərinin alınması və quraşdırılması məqsədilə də istifadə edə bilərlər. Hazırda elektron kənd təsərrüfatı informasiya sistemində ektis bəyan edilmiş faizlıq əkinlər üzrə məlumatların və torpaq sənədlərinin yoxlanılması davam edir. Monitorinqləri başa çatan və tələb olunan sənədləri sistemə daxil edən fermerlərin ödənişləri mərhələli qaydada həyata keçirilir.